Salam, hər vaxtınız xeyir. 5-ci sual deməli kiçik mətndir. Tərcüməsinə baxaq bunun. Əziz üz, aprel ayının 1-dən bizim fitness klub açılacaq 1 saat daha tez every weekday hər həftə içi. Yeni açılış saatları səhər saat 6-dan axşam saat 10-cadəndir. AM səhər saatlarıdır, PM axşam saatlarıdır. Qaçırma bizim yoga və rəqs dərslərimizi hər axşam saat 7-də. İndi keçək, deməli baxaq variantlarımıza. A bəndində deyir ki, qoyun belə eləyim. İkisi də görünsün. Aha. A bəndində deyir ki, klub saat 7-də açılır həftə içi. Amma burada açılış saatını saat 6 vermişdi. Ona görə A bəndi yanlışdır. Sonra hər axşam saat 6-da hər dərslər, axşam dərsləri saat 6-da başlayır. Axşam dərsləri amma burada qeyd eləmişdi saat 7-də idi. Sonra C bəndində deyir ki, yeni açılış in the morning, səhər saatlarında olacaq, özdə earlier, daha tez. Bu düz olacaq. Çünki burada qeyd eləyirik, yeni açılışımız 1 saat daha tez olacaq, özdə səhər saat 6-da. Yoga dərsləri ancaq deyir ki, səhər keçirilir. Amma yoga dərslərinin burada saatını demişdi də, yoga dərsi saat 7-də olacaqdı. Sonra Y bəndində isə deyir ki, klub saat 9-da bağlanır. Amma 9-da yox, saat 10-da bağlanırdı. Ona görə elə cavabımız C bəndidir. Sonra əziz xanım Lin, bu bir xatırlatmadır sənin diş həkimi görüşün üçün həftənin, deməli Wednesday 3-cü gün, martın 12-sində 3:15-də. Zəhmət olmasa 10 dəqiqə arrive, daha tez çat, fill in the formu doldurmaq üçün. Əgər sən də rəğb etmək istəyirsənsə, bizə ən azından 24 saat əvvəl xəbər ver. İndi gəldik variantlara. Deyir ki, görüşü saat 2:15-də idi. Amma burada açıq aydın deyir axı 3:15-də idi. Ona görə A bəndi səhvdir. O deyir must arrive, çatmalıdır 3:25-də. 3:25-də yox, 10 dəqiqə daha tez deyirsə, deməli bu çatmalıdır 3:05-də. 10 dəqiqə daha tez çatmalıdır ki, 15-də də görüşü var. Ona görə B bəndi də səhvdir. C bəndində deyir ki, if she cancel, əgər ləğv etmək istəyirsə, o a day earlier, bir gün öncədən deməlidir. Bəli, çünki burada 24 saat əvvəldən deyir. 24 saatımızda elə bir gün elədiyi üçün olur cavab C bəndi. Sonra deyir ki, görüşü həftənin Tuesday, 2-ci günü idi. Amma burada qeyd eləmişdi 3-cü gündür. Sonra Y bəndində deyir ki, onun ehtiyacı var ekstra özündən bir əlavə form gətirmək. Amma burada onunla bağlı heç nə demir. Sadəcə deyir 10 dəqiqə əvvəl gəlib formu doldurmalısan. Cavab ona görə olur C bəndi. Sonra Bella deyir İtalyan restoranı special, xüsusi bir, bu həftə üçün xüsusi bir təklifi var. Alırsan istənilən 2 əsas yeməyi və bir dənə elə bil ki, deserti, yəni yeməkdən sonra yeyilən o şirniyyatı pulsuz əldə edirsən. Open daily, açılış gündəlik olaraq səhər saat, bax AM var, səhər saat 11-dən axşam saat PM 11-ə qədərdir. Bizi də harda tapa bilərsən? King küçəsində, kinoteatrın yaxınlığında. İndi baxaq, A bəndində deyir ki, restoran açılır saat 10-da. Restoran amma açılırdı saat 11-dən axşam 11-ə. Deməli, A bəndi səhvdir. B-də deyir ki, müştərilər pulsuz əsas yeməyi desertlə birlikdə əldə edə bilərlər. Bu o deməkdir ki, yəni yeməyi də pulsuz alacaq, deserti də pulsuz alacaq. Amma elə demir. Deyir 2 dənə əsas yemək alsan, bircə dənə desert for free, pulsuz olacaqdı. B bəndi də səhvdir. C-də deyir ki, restoran bağlanır. Həftə daha doğrusu həftə sonları bağlıdır. Amma burada həftə sonu ilə bağlı olub olmamasına bağlı ümumiyyətlə heç nə demirdi. Sadəcə olaraq deyir ki, gündəlik olaraq, yəni deyili hər gün açılışı bu saatdadır. Sonra D bəndində deyir ki, yerləşir qatar stansiyası yaxınlığında. Əksinə nəyin yaxınlığındaydı? Kinoteatrın yaxınlığındaydı. Y bəndində yəqin ki, doğru olacaq. Təklifə daxildir bir dənə pulsuz desert və 2 dənə yemək. Bəli, cavab elə olur. Y bəndi. Sonra keçdik mətnimizə. Mətni də tərcümə eləyim. Deməli, bedoistlər deyir, köçəri bir ərəb xalqıdır. Kim ki yaşayır səhrada, özdə Middle East, Orta Şərq və Şimali Afrika səhrasında.
Əsrlərdir ki, onlar köçüblər bir yerdən başqa yerə öz heyvanları ilə. Bugün bəzi bedoistlər hələ də bu həyat tərzini deyir davam elətdirirlər. Amma deyir digərləri isə artıq kiçik ya da ki böyük şəhərlərdə yaşayırlar. Dəvələr çox vacibdir onlar üçün. Onlar təmin edirlər süd, ət və ya nəqliyyat vasitəsi kimi onları təmin edirlər. Dəvələr tez-tez də adlandırılırlar. Ship of the Desert, səhra gəmisi. Çünki onlar sağ qala bilirlər. Without water, susuz, for several days, bir neçə günlərlə. Bedoistlər həmçinin qoyun da saxlayırlar, keçi də saxlayırlar, hansı ki deyir onlara süd və yun verir. Onlar həm də deyir tanınırlar for their qonaqpərvərlikləri ilə. Qonaqlara təklif edirlər, yəni verirlər kofe, çay və yaxud da xurma. A sign of respect, hörmət əlaməti olaraq, hörmət nişanəsi olaraq. Ənənəvi bedoin çadırları hazırlanır keçi tüklərindən və qoruyur onları. From sun, günəşdən və küləkdən. Poeziya və hekayə demə də həmçinin onların mədəniyyətində important, vacibdir. İndi baxaq. A-da mətn ümumiyyətlə nə haqqındadır deyir. Deyir ki, səhra heyvanları. Burada səhra heyvanlarından yox, əsas o bedoistlərdən gedir deyə. B bəndi doğru olacaq, çünki bedoistlərin həyat tərzi ümumi məna çıxartdıq ki, onların yəni köçəri olmaları, hansı heyvanlardan istifadə etmələri, harda qalmaları bundan danışır. Cavab elə olur B bəndi. Sonra 9-da A bəndində deyir ki, onlar sadəcə indi deyir şəhərlərdə yaşayırlar, amma elə demir daxı burada diqqətlə baxsaz, burada deyirdi ki, onlar bəziləri hələ də bu həyat tərzini davam elətdirir, digərləri isə ya kiçik ya da böyük şəhərlərdə yaşayırlar. Sonra B bəndində deyir ki, bedoistlər cameldan, yəni ki, dəvələrdən qida və transport, nəqliyyat kimi istifadə edirlər. Burada bəli o sözü deyirdi. Deyir ki, həm onlara süd verir. Burada camellardan danışırıq, yəni dəvələrdən həm ət verir, həm də transport, nəqliyyat kimi ondan istifadə edirlər. Cavabımız olur elə B bəndi. Sonra 10-cu sualda nə üçündür camel, dəvələr səhra gəmiləri adlanır? İndi gəlin mətndə bunun sizə yerini göstərim. Nə üçün adlanırdı? Bax, bu hissəni tapdıq. Niyə görə adlanırdı? Burada because verib. Çünki onlar can survive, sağ qala bilirdilər. Without water, susuz, for several days. Günlərlə susuz qala bilirdilər. İndi baxaq görək burada harda deyir. A-da deyir ki, onlar su tapa bilirdilər qumun altında. Onlar günəşdən, küləkdən qoruna bilirdi. Onlar deyir ki, can survive long, uzun müddət without water, susuz qala bilirdilər. Elə cavabımız olur C bəndi. Sonra 11-ci sualda deyir ki, hospitality, qonaqpərvərlik vacibdir bedoistlər üçün. Çünki nə olar? It show respect. Bəli, hörməti göstərirdilər. Həmin cümlədə burada keçir ki, bir dəqiqə. Deyir ki, onlar qonaqlarına kofe, çay təklif edirlər, xurma təklif edirlər. Bu da nəyin əlamətidir? Respect of sign, hörmət nişanəsi olaraq. Deməli, 11-də cavabımız elə olacaq A bəndi. Sonra 12-də bizdən false, yanlış variantı istəyir. İndi 1-ə baxaq. Səhralarda yaşayırdı, bu doğrudur. Qalırlar bir yerdə qalmırlar. Bura baxsaz, burada deyir axı, onlar moved place to place, bir yerdən başqa yerə köçürlər. Çünki onlar başda da deyir axı nomadic, köçəridilər. Sonra 3-də deyirdi ki, dəvələr unimportant, vacib deyil. Təbii ki, vacib idi. Poeziyada, yəni poetry, part of onların mədəniyyətinin əsas bir hissəsi idi. Bu da ki, ən axırıncı cümləmizdə burada keçirdi. Deməli, 12-ci sualda cavabımız olur 2 və 3. Bizdən yanlış variantları istədiyi üçün 2 ilə 3-ü götürürük. Sonra 13-də the ability to face, təhlükə ilə without showing fear, qorxu göstərmədən, yəni qorxmadan təhlükə ilə üz-üzə qalmaq. Burada cavabımız nə ola bilər? B bəndi bravery, cəsarət, cəsurluq. Sonra 14-cü sualda a pair of synonym, sinonimləri istəyir bizdən. Sinonimlərimiz cruel, qəddar, unkind da qəddar, elə cavab olur A bəndi. 15-də
sual cümləsidir. Variantlara baxan kimi də görürük ki, sual sözlərdə deməli sual cümləsidir. Ofla işlənə bilən variantlardan bir dənə which idi. Sonra 16-cı sualda deməli baxım 16-da put on, insist on. Bəli, put on geyinmək mənasındadır. Bir də put off var idi, amma indi burada bizə put on uyğun gəlir. Çünki insist də onsuz da onunla işlənir. Deyir, əlcəklərini geyindi. A bəndə olur. 17-ci sual, baxın, variantda is, were, was bu kimi şeylər görəndə birin mübtəda xəbər uzlaşmasıdır. Əgər cümlə mübtədası demişdik, nöqtəyə qədər baxırıq. Bax, bu mübtədamız söz birləşməsidirsə, axırıncı ismə baxırdıq. Yəni, axırıncı ismimiz nə olur? Program. Program cəmdədir deyə xəbər cəmdə olacaq. Axırı S-lə olanları çıxırıq. Çünki S-lə olanlar təkdir. Cavab qalır 3, 4, 5. Yəni, cavab olur D bəndi. Sonra 18-ci sualda bağlayıcı dərsidir. Bağlayıcı dərsini çox vaxt tərcümə ilə eləyirik. Onlar qalırlar evdə. Onlar feel well. Yaxşı hiss etmirlər. Cavab olacaq B. Evdə qalırlar çünki özlərini yaxşı hiss etmirlər. Sonra 19-cu sualda modal qaydasıdır. Bax, yadda saxlayın. Bir have to, bir has to, bir də ki had to. Bu modallar əgər cümləmizdə varsa, bilin ki, həmin cümləyə dedik nə gəlməli idi? Ya do, ya does, ya da did. Yerdə qalan bütün modalların sualını özü ilə vermək olur. Məsələn, kult modalı özü ilə sual verə bilirəm deyə götürürəm. Burada nədir? Had to. Nə dedik? Dedik, had to olanda bu köməkçilərdən biri gəlməlidir. Ona görə 2 səhvdir. Can olan yerdə to olmaz deyə səhvdir. Have olan yerdə burada to'su olmalı idi deyə səhvdir. Amma are able to ifadəsi doğrudur. Cavab olur 1 ilə 5. Sonra 19-cu sualda opposite soruşur. Opposite əks məna deməkdir. Yəni, antonimi istəyir bizdən. Antonimimizdə deməli, protect qorumaqdır. Increase artırmaq, whisper pıçıldamaq, decrease azaltmaq. Bəli, elə cavab olacaq 2 ilə 4. Bir-birini increase artırmaq, decrease azaltmaq. Sonra keçdik 21-ci sualda. 21-ci sualda scientist, məhsula çevirmə deyir bunu. Demişdik, cümlə nə ilə başlayırsa, onunla başlayanı götürə bilmirik. Use verirsə, baxıram, indiki zamanda deməli, mənim cümləmə nə lazımdır? Am, is, are, üstə gələk, peki, ed. Is B-də verib, bir də D-də veribdir. Amma demişdik, is olan yerdə bin olmaz. Bunu çıxırıq, ona görə cavab qalır B bəndi. Sonra burada when bağlayıcısı veribdir. Bağlayıcının bu tərəfində keçmiş zaman veribsə, deməli əvvəlində keçmiş götürəcəm. Cavab olacaq B bəndi. Sonra 23-cü sualda Amazon nə olduğunu tutaq ki, bilmirik biz bunu. Deməli, cümlənin ardına baxıram. Baxıram, burada river keçib çay. Deməli, Amazon çay adıdır, su hövzəsidir. Su hövzəsidir deyə birinci tərəfə verəcəyik sizə. İkinci tərəfdə long river. Burada river çay deməkdir. Amma çayın adı deyil də, çay sözünün özüdür. Yəni, ümumi mənadadır. Ümumi mənadadır deyə verəcəksiniz E artiklı. Həm də onsuz da bir dənə variantımız uyğun gəlir heç. Sonra gəldi 24-də. Cins cəmdədir. Cəmdədirsə zət getdi, zis getdi, zət getdi. Yerdə qalan ikisindən sonra da cəm isim gələ bilər. Sonra gəldik bura. İkinci burada ar verib. Ar cəm xəbərdir. Cəm xəbərdirsə, deməli istifadə eləyəcəyik Z-dən. Sonra 25-ci sualda düzgün definitionu soruşur bizdən. Yəni sözün tərifi. Pay ödəməkdir. Burada yazıb ki, borrow money. Borc almaq. Yox, pay sadəcə ödəniş eləyirsə. Ona görə bir səhvdir. Shout qışqırmaqdır. Burada deyir, say something very slowly. Nəysə yavaşdan demək. Yox, əksinə qışqırmaqdır. Remind xatırlamaqdır. To help somebody. Kiməsə kömək edirsən ki, remember something. Nəysə xatırlasın. Bu doğrudur. Whisper pıçıldamaq. To say something very loudly. Nəysə bərkdən demək. Bərkdən demək yox, bu pıçıldamaqdır. Promise də söz verməkdir. To say that deyirsən, you will certainly do something. Yəni dediyin şeyi nə olursa olsun eləyəcəksən. Ona görə cavab olur 3 ilə 5.